Yeni doğulmuş körpələrdə doğulduğu andan etibarən, yəni ilk 1 dəqiqə içərisində başlamaq lazımdır. Artıq. İnsan həyatının qızıl dəqiqəsi deyilən bir termin var, bilirsinizmi? Xeyr, öyrənmək İnsan istəyirəm. həyatının qızıl dəqiqəsi doğum sonraki ilk 1 dəqiqədir. Burada hadisələrin necə davam etməsi bizim bütün həyatımıza təsir edir. Fikirləşək ki, biz dünyaya gəldik, nəfəsimiz başlamadı. Açılmadı. 1 dəqiqə, 2 dəqiqə keçdi, nə olacaq? Nəfəsi bir şəkildə başlatmaq lazımdır, deyil mi? Ona görə qızıl dəqiqə, o ilk doğum sonrası 1 dəqiqəni mütləq səmərəli, belə deyək də, istifadə eləmək lazımdır. Yəni, orada da uşaq həkimi ilə başlayır. Yəni, ginekoloqun işi göbəyin kəsilməsi ilə bitir. Bundan sonra iş keçir uşaq həkiminə. Yəni, burada nəfəsin başlamasıdır, ilkin müayinədir, ilkin dəyərləndirmədir. Bu uşağın burnundan arxadan xoanası açıqda bağlıdır. Ciddi bir görünürdə problem varmı, yoxmu, nəfəs alıb verməsi, ümumiyyətlə nəfəs alıb verirmi, ya da nəfəs alıb verməsi çətindir, rahatdır, ağlayırmı? Onun xaricində müayinənin tamamında başqa o dəliklərdə açıqlıq varmı, yoxmu? Bütün orqanlar əl-ayağı yerindədirmi, gözlər yerindədirmi? Bunlar hamısı ilkin dəyərləndirmə doğum otağında başlayır.